məktəbdən başqa bir məktəbə, bir sinifdən başqa bir sinifə yerdəyişmə edən uşaqların əksəriyyəti uyğunlaşma dönəmində psixoloji şiddətə məruz qalırlar. Belə ki, yeni gəlmiş olduqları sinifdə sinif yoldaşlarının qruplaşması, yeni gələn uşağa qarşı psixoloji şiddət göstərməsi, onun hər davranışının ələ salınması, həmin şagirdin gülüş obyektinə çevrilməsi, bu kimi hallar uşağın həyatına ciddi təsir edir, onun psixologiyasında çox böyük izlər qoyur. Bəzən müəllimlər tərəfindən də psixoloji şiddətə məruz qalır. Yeni gələn uşağın təhsili, davranışı uşaqlar içərisində müzakirə olunur və bəzi hallarda müəllimin iradlı mövqeləri də olur. Həmin zaman uşaqda özgüvən əskikliyi yaranır, yetərsizlik hissi, özünü ifadə edə bilmədiyi üçün asosiallaşır və ünsiyyət qurmaqdan çəkilir. Bu kimi hallarda onun psixologiyasına ciddi zərbə vurulur. Hətta travma belə ala bilirlər. Xatırladım ki, bir insanın formalaşmasında, şəxsiyyət olaraq yetişməsində onun 18 yaşına qədərki dönəmdə yaşadıklarının təsiri böyükdür. 5 yaşımızdan 17-18 yaşımıza qədər orta məktəbdə böyüyürüksə, bu dönəmlərin bizim həyatımızdakı təsiri çox böyükdür. Əgər bir uşaq digər sinif yoldaşları içərisində özünü yetərsiz hiss edərsə, özgüvəni aşağı düşərsə, fikrini ifadə edə bilməzsə, digər uşaqlarla ünsiyyət qurmaqda problem yaşayarsa, həmin uşağın dərs oxuması qeyri-mümkündür. Diqqət dağınıqlığı yaranacaq və bəzən psixoloji şiddətlə yanaşı fiziki şiddət də göstərirlər. Bu kimi hallarda uşaqlardakı qorxu hissi onların sağlam inkişafına çox ciddi təsir edəcək. Valideynlərə bildirmək istəyirəm ki, ümumiyyətlə evladınız məktəbə getmək istəmirsə, onun sinif yoldaşları ilə ünsiyyəti yoxdursa, müəllimlə ünsiyyətində problemləri varsa, mütləq bu məsələnin səbəbini araşdırın. Xüsusilə məktəbini və yaxud da sinifini dəyişdirmisinizsə, evladınızın davranışlarına diqqət edin. Həmən hallarda onun asosiallaşmasını, məktəbə getmək istəməməsini müşahidə edirsinizsə, üzərinə düşməyiniz çox vacibdir.